Mən bu borcları necə ödəyəcəm? Hər ay gecikdirirəm, əlavə faiz gəlir. Başımı itirmişəm. Ödəmə qabiliyyəti azalır, problemli kreditlərin həcmi artır. Son rəsmi məlumatlara görə, bu ilin mart ayının 1-nə vaxtı keçmiş kreditlərin məbləği 562 milyon manat təşkil edib. Məlumata əsasən bu göstərici fevral ayı ilə müqayisədə 0,8% çoxdur. Diqqət çəkən məqam isə illik müqayisədə artımın daha yüksək olmasıdır. Belə ki, problemli kreditlərin həcmi son bir ildə 17% yüksəlib. İqtisadçı Kamran Hacıyevin sözlərinə görə, problemli kreditlər ölkə üzrə kredit portfelinin 3%-dən daha azını təşkil edir. Bu isə ümumilikdə təhlükəli rəqəm hesab edilmir. Narahat edici məqam isə artım dinamikasının olmasıdır. Geosiyasi və yaxud da ki, hər hansı bir iqtisadi qeyri-stabillik növbəti qeyd edə bilərəm, əhalidə hər hansı bir gəlirlərin müəyyən qisminin azaldılmasında, kredit faizlərinin müəyyən dərəcədə artımından bağlı, məsələn, keçən illə müqayisədə bu ildə kredit faizlərində də artım baş vermişdir. Həmçinin qeyd edə bilərəm, bankların aqressiv kredit siyasətinin olması problemli kreditlərin çoxalmasına gətirib çıxaran amillərdən biridir. Bir şəxsə kredit verməmişdən öncə bu riski qəbul edirlər və kreditlər çox əlçatan olduğu zaman problemli borcların artımına gətirib çıxaran amillərdən biridir. Kamran Hacıyev deyir ki, müəyyən tədbirlər görməklə problemli kreditləri daha idarə olunan səviyyədə saxlamaq olar. Ümumi mərkəzləşdirilmiş kredit reyestrinə daxil olan məlumatların genişləndirilməsi. Bildiyimiz kimi, bura yalnız lisenziyalı banklar məlumatları ötürür ki, misal üçün, hər hansı bir vətəndaşın nə qədər kredit borcu var və ona uyğun da kreditlər verilir. Lakin bunlarla yanaşı olaraq təşkilatlar da var ki, kreditlər verilir. Hər hansı bir məişət texnikası satan şirkət onun borcluluq səviyyəsini idarə edə bilmir. Və yaxud da ki, bank kredit verərkən o bilmir ki, tutaq ki, həmin bu şəxsin qeyri-bank sahəsində olan kreditlərinin sayı nə qədərdir. Və belə olan halda həmin o riskin dəyərləndirilməsi şəffaf şəkildə aparılmaya bilər. İqtisadçı bildirir ki, problemin köklü həlli üçün kreditlərin verilməsi qaydasında müəyyən dəyişikliklər edilməlidir. Həmçinin yüksək faizli kredit kartları yalnız ödəmə qabiliyyəti yuxarı olan şəxslərə verilməlidir. İlham Əkəliyeva, Davud İbrahimov, Xəbər Ertəsi.